بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من 1000 شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر. بسم الله الرحمن الرحيم. Qədir gecəsi 1000 aydan xeyirli olan gecədir. Ən az şey ki bugün Allah öz qonaqlarına bu gecə verir, ən az şey ki Allah öz qonaqlarına bu gecə verir, o da onun cənnətidir. Allah çox azdır. Bu gecədə Allahın rəhmətini ən çox təzahür elədiyi gecələrdən biridir. Allah bugünlük bura gələnləri bir dəvət edir bura, vallahi belədir. Ən kamil kitab, Allahın bəşəriyyətə göndərdiyi ən sonuncu kitab, müqəddəs olan Quran-ı Kərim bu gecə nazil olur. İnsan kimi yaşamağın yolunu göstərən kitab Quran-ı Kərimdir. Əmanət qoyub gedirəm sizə, Kitabullah və İsrəti Əhl-i Beyti. Bu birinci əmanət Allahın kitabı olan Quran, ikinci əmanət mənim Əhl-i Beytimdir. Nə zaman müsəlmanlar bu iki əmanətdən uzaq düşdülər, o zaman taziyə ilə, bəla və müsibətlərlə qarşılaşdılar. Düşmən həmçə çalışıb sizi Qurandan və Əhl-i Beytdən ayırır. Şu Quranı qarşılayanda yaddan çıxartmayın ki, əlisiz Quranı qəbul eləmir. Quranla Əhl-i Beyt gərək bir yerdə olur. Allah qəribə hikmət qoyur. Harada öz adı var, Əlinin adı da var. Buyurur Peyğəmbər ki, Allahı mənimlə Əlidən başqa heç kəs tanımadı. Məni Allahla Əlidən başqa heç kəs tanımadı. Əlini Allahla məndən başqa heç kəs tanımadı. Əlisiz haqqı tapmaq olur. Bu gün də düşmən mübarizə aparır Əlinin adıyla, Peyğəmbər vəfat edəndən bu günə qədər ancaq dava Həzrət Əlinin vilayətinin tərəfdarları ilə, başqaları ilə istəyir. Bu gecə Əl-Əsəlamın qılıncla vurulan gecə. Əlinin ölümə olan rəğbəti, uşağın ana qızına olan rəğbətindən artıqdır. Andolsun Allah'a Peyğəmbərin vəsiyyətini öldürdülər. Əli şəhid oldu. Ədalət torpağa qəbul olundu. Ondan sonra İmam Həsən ağaya baxdı, dedi sən zülmün zəhəri ilə şəhid olacaqsan. İmam Hüseyin ağaya baxdı, dedi sən də qılıncla öldürüləcəksən.